yavaş-yavaş başlamaq olar. Hörmətli qonaqlar, əziz gənclər və valideynlər. Gəlin. Bu il sentyabrın 17-sindən start götürən Peşəfest 2025-in növbəti 8-ci festivalına Ağdaş ev sahibliyi edirdi. Elə Almaniyadan gələn avtomobil təmiri üzrə çilingər Samir Hacıyev də məktəbliləri bu peşə haqqında məlumatlandırmaq və onlarda bu sahəyə marağı artırmaq üçün Ağdaşa təşrif buyurmuşdu. Almaniyada avtomobil istehsalı sahəsində çalışan Samir Hacıyevin təbirincə desək, avtomobil təmiri üzrə çilingərlik nə qədər köhnə peşə olsa da, müasir dönəmdə bu sahəyə böyük tələbatın duyulduğu qaçılmaz faktordur. Bu da təbii ki, səbəbsiz deyil. Ona görə ki, avtomobil ölkəmizdə gündən-günə sayı artır. Yeni elektrik, hibrid avtomobillər ölkə bazarına daxil olur və bunun da mütəxəssisləri həddindən artıq azdır. Demək, necədir bu peşəyə gündən-günə tələbat artacaq. Çünki elektrik, hibrid avtomobillər yeni ölkə daxil olur. Bunu təmir etmək üçün mütəxəssislərə ehtiyac var. Bu da o deməkdir ki, avtomobil təmiri üzrə çilingər peşəsinə hal-hazırda ölkəmizdə böyük ehtiyac var. Mən də bacardığım qədər şagirdləri, tələbələri bu sahə haqqında məlumatlandırıram. Bu sahənin nə qədər önəmli olduğu barədə məlumat verirəm. Əsas devizi Peşə öyrən, gələcəyini qur adlı festivalda şagirdlərə peşələri sevdirmək və onları peşə təhsili almaq istiqamətinə yönəldən təkcə Samir Hacıyev deyil, digər sahələrin mütəxəssisləri də gənc nəslə müxtəlif peşələrin ardınca getməyi və öyrənəcəkləri işi mükəmməl şəkildə mənimsəməyi tövsiyə edirlər. Çünki bir həqiqət var ki, zaman keçdikcə bəzi peşələr nə qədər köhnə təəssüratı yaratsa da, həmin sahələrin bilicilərinə bütün dönəmlərdə ciddi ehtiyac yaradılır və bu sahələr əhəmiyyətini qoruyub saxlayır. Məsələn, qida mühəndisi, dülgər, qənnatçı, diş texniki, baytar və digər başqa peşələr 20-ci əsrdə olduğu kimi müasir dövrdə də aktuallığını itirmir. Elə Ağdaşdakı peşə festivalında da bu sahələrlə yanaşı zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, xilas edici, barista kimi peşələr barədə ətraflı məlumatlar çatdırıldı sakinlərə. Bugün burada gənclərə və yeniyetmələrə xilas edici və yanğınsöndürmə peşəsinin məsuliyyəti haqqında, bu peşədə necə uğur qazanmaq olar, hansı bacarıqlar lazımdır, o barədə gənclərə məlumat verilir. Maraqlanırlar, hansı bacarıqlar lazım olduqlarını sual verirlər və biz də suallarını cavablandırırıq. Bəli, tanış olub gedənləri də var, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil almaq istəyən gənclərimiz də var, necə müraciət edilmək istəyirlər, o barədə məlumatlandırırıq onları. Mənə də düşüb ki, qənnatçılıq bölümü haqqında məlumat verib, qənnatçılığın sirlərini, peşəyə yönəlməsi, bunu harada necə təlimlərdə öyrənməyi mən öyrədirəm. Məsələn, məşğulluqda, peşə məktəblərində təlimlər haqqında məlumat verirəm. Həddən çox yaxınlaşan olubdur. Demək olar ki, könüllü qeyd edilir yaxınlaşanları, 1000-dən çox yaxınlaşan olubdur. Hamısı demək olar ki, bu sənət sirlərini öyrədilir. Demək olar ki, çoxu peşə məktəblərinə inşallah yönələcəklər. Biz qida sahəsini təbliğ edirik. Qida mühəndisliyi ali səviyyədə olan bir ixtisasdır. Lakin bu ixtisasın daxilində ən aşağısı bir 10 peşə var ki, o peşələrin hər biri haqqında uşaqları, yeniyetmələri məlumatlandırır ki, onlar gələcəkdə özlərini bu sahələrdə bəlkə tapa bildilər. Amma bu sahələrin incəlikləri, gələcək perspektivləri, qazancları, əhatə dairəsinin genişliyi, gələcək üçün bunların inteqrasiyası, hansı sahələrdə necə ola bilər, hansı sahələrlə birləşə bilər, bu barədə məlumatlar verilir ki, müəyyən həvəsləndirici onlar üçün bəlkə bir məlumatlarımız oldu və onlar özlərini bu sahədə tapa bilsinlər. Başqa bir vacib məqam isə gəncləri keçmişini qoruyub bugünlə səsləşən peşələrdən başqa sırf müasir dövrlə əlaqəli olan sahələrə yönləndirməkdir. Hazırki dünyada süni intellektin sürətli inkişafı bunu deməyə və bu sahədə düşünülmüş addımlar atmağa əsas verir. Kiber hücumlardan qorunmaq üçün kiber təhlükəsizlik, toplanmış məlumatları düzgün təhlil edən data analitiklər, texniki dəstək xidmətləri göstərən helpdesk, üçölçülü mühitlərdə hərəkətli obyektlər yaradan 3D animatorlara indi ciddi tələbat yaranıb. Deməli, bu kiber təhlükəsizlik güşəsidir. Bu güşə yeni başlayan kiber təhlükəsizlik sahəsinə maraq olan tələbələrin, gənclərin bu sahəyə olan marağını biz biraz da canlandırıb, onu alovlandırmaq istəyirik ki, bildiyiniz kimi bu sahə ölkəmizdə çox vacib, hətta belə deyərəm, ən vacib peşələrdən biri hesab olunur və biz gələn bütün tələbələrə, şagirdlərə bu sahənin nə qədər aktual, nə qədər vacib olduğunu həm peşə fəaliyyəti baxımından, həm əmək deməli maaş baxımından nə qədər yüksək olduğunu biz vurğulayırıq. Bugünkü gündə bizim cavanlarımız kiber təhlükəsizlik,
3D 3D texnologiyalar, süni intellektlə iş, artıq bu işləri fikirləşib bilməlidirlər. Və doğrudan da mən burada baxdıqlarıma çox düzgün, konsept də düzgün seçilib, yanaşma da düzgündür. Gələcəkdə hansı işlər olacaq? Qida qalacaq, rekreasiya resurslarından istifadə qalacaq. İnsanlar həmişə media, istirahət, yemək, bu elə sahələrdir ki, onlar həmişə işləyəcək, həmişə qalacaq. Və bugünkü gündə bizim cavanlarımız, gənclərimiz artıq məktəbdə oxuyanda məşğulluq xidməti, ümumiyyətlə digər sosial institutlar vasitəsilə özlərini düzgün qiymətləndirməlidir. Ağdaşla yanaşı Astara, Biləsuvar, Tovuz, Göygöl, Ağdam, İmişli, Ağsu, Qəbələ, Xaçmaz və Bakını əhatə edən bu mühüm tədbir gənclərin bacarıq və yaradıcılıq potensialının üzə çıxarılması, onların əmək bazarının çağırışlarına uyğun hazırlanması, əmək bazarındakı aktual peşələr və bu peşələr üzrə tələblər barədə məlumatlanmaları, düzgün peşə seçimi etmələri istiqamətində faydalı hesab edilir. Doğrudan da Ağdaş rayonumuzda belə bir festivalın təşkil olunması çox vacib və əminəm ki, bu festival bizim gənclərimiz üçün, bizim yeniyetmələrimiz üçün, bizim şagirdlərimiz üçün böyük bir motivasiya olacaqdır və onlar doğrudan da sabahki peşələrinə yiyələnmək üçün daha düzgün seçimlərin edilməsində öz xüsusi bu festivalda müəyyən payını götürəcəklər. Məncə mən istəyirəm Dövlət Məşğulluq Agentliyinə belə bir festivalın Ağdaşda da təşkilinə görə minnətdarlığımı bildirim. Və eyni zamanda deyim ki, bu seçim çox doğru seçimdir. Çünki Ağdaşlılar, Ağdaş gəncləri həmişə peşə seçiminə həssaslıqları ilə fərqləniblər və bu baxımla ümid edirəm ki, bu festivaldan onlar çox şeylər götürəcəklər. Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi Peşə Fest festivalı gənclərin və şagirdlərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq baxımından mühüm əhəmiyyət daşıyır. Artıq bildiyiniz kimi qəlibləşmiş peşələrə artıq gələcəkdə yer olmayacaq. Ona görə gələcəkdə rəqabət qabiliyyətli əmək bazarına uyğunlaşmaq üçün artıq indidən ixtisasınızı və peşənizi seçməyin vaxtıdır. Və bunun üçün şagirdlərimiz və tələbələrimizlə birlikdə valideynlərimizin də üzərinə çox böyük yük düşür. Və əminəm ki, onlar da burada öz övladlarına doğru istiqamətə yönləndirilməsinə dəstək verəcəklər. Gənclərin peşə seçimində özləri ilə yanaşı valideynləri və müəllimləri də mühüm rol oynayır. Odur ki, Peşə Festin də əsas hədəf qrupları arasında məhz şagirdlər, valideynlər və müəllimlər üstünlük təşkil edir. Bundan başqa Peşə Fest çərçivəsində Dövlət Məşğulluq Agentliyinin mərkəzi karyera filialında vətəndaşlara ixtisas seçimi üçün də dəstək göstərilir. Bugünə qədər artıq statistika göstərir ki, 30 mindən çox vətəndaş Peşə Festdə iştirak eləyib. Layihə çərçivəsində bizim siz özünüzlə burada tanış olduğunuz 15 stendimiz var. Hansı ki onlardan 14'ü sırf peşə stendidir. Bir də bizim 15-ci stendimiz var ki, hansı ki mərkəzi karyera filialı üçün ayrılıb. Burada isə nəzərdə tutulan vətəndaşlarımız hansı ki hələ ki ixtisas seçməyiblər və yaxud da ixtisas seçmə mərhələsindədirlər, qərar verməyiblər. Bizim filialın əməkdaşları onlara dəstək olurlar öz ixtisaslarını seçməkdə, qərar verməkdə. Festival boyunca müxtəlif peşə sahiblərinin öz ixtisaslarına uyğun təqdimatlarla çıxışları, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə verdikləri məlumatlar peşə seçimi etmək barədə düşünən yeniyetmələr və onların valideynləri üçün faydalı olacaq. Belə bir mühüm tədbirə qatılan iştirakçılar eyni zamanda müxtəlif sahələr üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar barədə məlumat almaqla yanaşı mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq imkanı qazanırlar. Görünən odur ki, bu cür festivalların məhz regionlarda təşkili bölgələrin əhalisi üçün də mühüm önəm kəsb edir və region gənclərinə düzgün karyera seçimində yardımcı olacaq.